Bugün limfa vəzlərinin böyüməsindən danışacağıq. Belə ki, bir çox infeksiyon xəstəliklərdə limfa vəzlərinin böyüməsi müşahidə olunur. Onkoloji xəstəliklərdə, qan xəstəliklərində sadəcə orqanizmin cavab reaksiyası olaraq belə limfa vəzlərinin böyüməsi mümkündür. Lakin bugün biz sırf epidemik parotitdən danışacağıq. El arasında qulaq dibi adlanan bu xəstəlik bəzi hallarda yüngül keçsə də, bəzi hallarda isə daha ağır nəticələrə səbəb ola bilər. Bəs biz hardan bilək ki, qulaq dibi, çənə altı, limfa vəzlərinin böyüməsinə səbəb epidemik parotitdir, yoxsa başqa bir xəstəlikdir? Gəlin araşdıraq. Parotit virusu hava damcı yolu ilə ötürülür və yuxarı tənəffüs yollarının selektiv qışasında çoxalmağa başlayır. Vizual olaraq həkim qulaq dibi sahədən başlayıb çənə altına qədər limfa vəzlərini gördükdə artıq diaqnozu qoya bilir. Laborator olaraq da bir sıra analizlər diaqnozu təsdiqləyir. Belə ki, leykositlərin aşağı olması ifa metodu ilə parotit IgG-in təsdiqlənməsi bunu sübuta yetirir. Lakin bir analiz də var ki, həmin analizi biz yoxladıqda və dərhal cavab alırıq, hansı ki amilaza analizidir. Amilazanın yüksəlməsi parotitlərdə nəyə görə baş verir? Gəlin bunu da araşdıraq. Bürçək vəzlərinin zədələnməsi parotit virusun təsiri nəticəsində olur ki, hansı ki amilaza fermenti məhz parotis vəzisində istehsal olunur. Zədələnərək iltihabi proses baş verdiyi üçün amilaza qana keçir.